3 ay müddətində müqavilə bağlayıb və artıq 8 aydır ki, mən evimə köçə bilmirəm. Ailəmlə bərabər əlacsız vəziyyətdəyəm. Çox xahiş edirəm, mənim müraciətimə baxılsın. Mən Tanınmış müğənni Nəfəs sosial şəbəkə hesabında yayımladığı video müraciətdə böyük dələduzluğun qurbanı olduğunu açıqlayıb. O bildirib ki, mənzilinin təmirinə etibar etdiyi şəxslərdən ümumilikdə 70-80 min manat məbləğ ödəyib, lakin təmir işi yarımçıq qalıb və nəticədə mənzilində yaşaya bilməyib. Və düşünürəm ki, belənçi dələduzlar, belənçi quldurlar inşallah qanun qarşısında necə lazımdır elə də cavab verəcəklər. Mən ona Turanboyda bədbəxt hadisə baş verib. Hadisə rayonun ərazisində qeydə alınıb. Belə ki, rayon sakini 2013-cü il təvəllüdlü Y. Əliyeva başının çoxsaylı açıq yarası və bədənin müxtəlif travması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal yeniyetməyə yardım edilib. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə yeniyetmənin yaşadığı evdə elektrik cərəyanı vurub. Hadisə oğlanın elektrik naqilləri ilə oynayarkən, yəni ehtiyatsızlıqdan baş verib. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır. Gəncə şəhərində xəstəxanaya ağır vəziyyətdə gətirilən azyaşlı uşaq vəfat edib. Bu barədə Gəncə şəhər Birləşmiş Xəstəxanası məlumat yayıb. Qeyd edilib ki, bugün saat 06:40 radələrində 2023-cü il təvəllüdlü azyaşlı oğlan uşağı Gəncə şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan uşaq xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş sepsis və dəqiqləşdirilməmiş ağciyər çatışmazlığı diaqnozu təyin olunub və müalicəsi reanimasiya şöbəsində davam etdirilib. Göstərilən zəruri reanimasiya tədbirlərinə və həkimlərin çox saylı səylərinə baxmayaraq saat 07:00 radələrində azyaşlının bioloji ölüm faktı qeydə alınıb.